Aha, götürük çeviklik hərəkət qabiliyyətinə. Müəllimlər, yadınızda saxlayın, çeviklik hərəkət qabiliyyəti bizim 5-ci hərəkət qabiliyyətimizdir. 5-ci hərəkət qabiliyyətimizdir. Bilirsiniz, 1 sürətdir, 2 sürət gücdür, 3 bədən əyilmə qabiliyyətidir, 4 qüvvədir, 5 çeviklikdir. Yəni 5-ci hərəkət qabiliyyətimiz çeviklik hərəkət qabiliyyətidir. Bunu yadınızda saxlayın. Çeviklik hərəkət qabiliyyəti müəllimlər həm deməli hərəkət qabiliyyətdir, həm tədris vahidi, yəni hərəkət qabiliyyətlərinin digər adı bilirsiniz ki, nədir? Hərəkət qabiliyyətlərinin digər adı da həm də tədris vahididir. Tədris vahididir. Həm tədris vahididir, həm hərəkət qabiliyyətdir, həm də hərəkət keyfiyyət olaraq neyinir? Özünü ifadə edir. Aydındır bura qədər. Deməli, çeviklik hərəkət qabiliyyəti müəllimlər yadınızda saxlayın. 2-ci yarımillikdə keçirilir. Biz bilirik ki, 1-ci yarımillikdə nə keçirilir? 1-ci yarımillikdə keçirilən hərəkət qabiliyyətimiz 1-ci hərəkət qabiliyyətimizdir, yəni sürətdir. Sonra 2-ci hərəkət qabiliyyətdir. Sonra 3-cü hərəkət qabiliyyətdir. Bunu bilirsiniz. Yəni sürətdir, sürət gücdür, bir də bəqdir. Bədən əyilmə qabiliyyəti. Bunu əzbər bilirsiniz. 2-ci yarımillikdə keçirilən isə müəllimlər, yadınızda saxlayın. 4-cü hərəkət qabiliyyətimiz hansıdır? Qüvvədir. 5-ci hərəkət qabiliyyətimiz çeviklikdir. 6-cı hərəkət qabiliyyətimiz isə nə olacaq? Dözümlük hərəkət qabiliyyəti olacaq. Aydındır, burada da 1, 2 və 3-cü hərəkət qabiliyyətlərimizdir. Yəni sürət gücbək 1-ci yarımilə aiddir. 2-ci yarımilə isə sürət deməli qüvvədir, çeviklikdir, bir də dözümlük də 2-ci yarımilə aid olur. Bunu əzbər bilməyiniz vacibdən də vacibdir. Aydındır bura qədər. Gedək indi müəllimlər, çeviklik hərəkət qabiliyyətinə. Yadınızda saxlayın müəllimlər, çeviklik hərəkət qabiliyyəti digər hərəkət qabiliyyətlərdən fərqli olaraq çevikliyin 3 dənə komponenti var. Yadınıza gəlir, hər dəfə hərəkət qabiliyyətləri keçəndə deyirdimi, 2 dənə yeganə 2 hərəkət qabiliyyətimizdir ki, bunların 3 dənə nəyi var? 3 dənə komponenti var. Birinci hərəkət qabiliyyətimiz olan sürətdir, onun 3 dənə komponenti var. İkincisi də 5-ci hərəkət qabiliyyətimiz olan çeviklikdir ki, bunun da 3 dənə nəyi var? 3 dənə komponenti var. 3 dənə komponenti var. Və çeviklik hərəkət qabiliyyətinin yaş dövrü müəllimlər qızlara və oğlanlara görə dəyişir. Qızlara və oğlanlara görə neyir? Dəyişir. Qızlara görə 7 yaşdan 13 yaşa qədərdir. Bu qızlardır. Dur hərfi qoyuram ki, yəni bilin qızlardır. Oğlanlarda isə 9 yaşdan 13 yaşa qədərdir. Yəni siz bu 13'ü dəqiq bilirsiniz, yadınızda saxlayacaqsınız. Buna şübhəm yoxdur. Bir dənə yadınızda saxlayın ki, 7-dən qızlar başlayır, 9-dan oğlanlar başlayır. Müslüm müəllim, aydındır? Sonra çeviklik hərəkət qabiliyyətinin tərifi gəlin sizə izah eləyim. Deyir ki, çeviklik hərəkət qabiliyyətini, yəni hərəkətini tez mənimsəmək və dəyişən şəraitə uyğun icra etmək qabiliyyətidir. Bu nədir? Tamam. Yəni hərəkəti tez mənimsəmək, yəni hərəkəti tez başa düşür, tez yerinə yetirmək və dəyişən şəraitə uyğun olaraq neyləməkdir? Hərəkəti yerinə yetirməkdir, icra etməkdir. Aydındır müəllimlər? Sonra deyir ki, çeviklik hərəkət qabiliyyəti insanın kompleks hərəkət qabiliyyəti olub. Yəni hərəkəti asan, tez mənimsəmək, şuurlu icra etmək
digər hərəki fəaliyyətə keçmək və ya hərəki fəaliyyəti dəyişmiş icra şəraitinin tələblərinə müvafiq yenidən qurmaq bacarığı kimi dəyərləndirilir. Aydındır? Yəni, bundan sizə sual düşəsidir. Prosta var deyə oxuyuram. Sonra, çeviklik özünün mürəkkəb hərəki fəaliyyətinin optimal idarə etmək və tənzimləmək qabiliyyətinə nə deyilir? Çeviklik deyilir, müəllimlər. Yadınızda saxlayın. Çeviklik hərəki qabiliyyəti yeganə hərəki qabiliyyətdir ki, vahid qiymətləndirməsi yoxdur, müəllimlər. Vahid qiymətləndirməsi yoxdur. Bunu indi qiymətləndirməsini keçəndə sizə deyəcəm, izah edəcəm ki, niyə görə qiymətləndirməsi, vahid qiymətləndirməsi yoxdur. Yəni, tam qiymətləndirməsi yoxdur. Sonra, yadınızda saxlayın, müəllimlər, bütün idman oyunları, futboldur, badmintondur, voleyboldur, basketboldur, handboldur, bunlar hamısı nədir? Bunlar hamısı çeviklik hərəki qabiliyyətini, yəni topla yerinə yetirilən yer dəyişmələr, topla yerinə yetirilən texnikasının təkmilləşdirilməsi, idman oyunlarının texniki taktiki fəaliyyətləri, yüngül topların icrası, yəni burada doldurulmuş toplarla hərəkət yox ha, doldurulmuş toplarla hərəkət yadınızda saxlayın, nədir? Qüvvəyə aiddir. Doldurulmuş toplarla hərəkət qüvvəyə aiddir. Doldurulmuş topların atılması isə sürət gücdür. Yadınızda saxlayın. Sonra, texniki fəaliyyət elementlərinin qaçış, tullanma, akrobatik hərəkətlərin topla icrası nədir? Çeviklik hərəki qabiliyyətini inkişaf etdirir. Aydındır? Sonra, deyir ki, sürəti və ya istiqaməti dəyişməklə yerinə yetirilmələrlə topla və yaxud da ki, topsuz məşq qaçışları, siz bilirsiniz ki, məşq qaçışı çevikliyə aiddir, həm də diagnostik qiymətləndirməsindən böyük summativ qiymətləndirməsində də istifadə olunur və bunda izah eləyəcəm sizə qiymətləndirməni keçəndə. Sonra, müxtəlif məsafələrdən yerləşən hədəflərə atılması, yəni hədəf varsa, nədir? Yerinə yetirilən hərəkətdir, hədəflərə atılması. Sonra, tezliyin və dəqiqliyin inkişafı hərəkətləri çeviklik hərəki qabiliyyətini inkişaf etdirir. Həm də çeviklik hərəki qabiliyyəti müəllimlər tək mübarizlik idman növlərinə də aiddir. Güləşdir, judodur, taekvondodur, sambodur, əl və yaxa döyüşlərdir, məşq qaçışlardır, müxtəlif mütəhərrik oyunlardır. Bunlar hamısı çevikliyi inkişaf etdirir. Sonra, istiqamətli və sürətini dəyişməklə qaçışlar, nişanlanmış sahələrdə qaçışlar, istiqamətini və sürətini dəyişməklə qaçışlar, nişanlanmış sahələrdə qaçışlar, müxtəlif çəkili alətlərin müxtəlif çıxış vəziyyətindən hədəfə atılması, hədəf var, müəllimlər, hədəfə atılması. Məsələn, basketbol topunun hədəfə atılması çeviklik hərəki qabiliyyətini inkişaf etdirir. Sonra, texniki elementlərdən ibarət estafetlər, sonra müvazinət, koordinasiya elementləri olan oyunlar, tullanmalar, atmalar, akrobatik hərəkətlər hər biri nəyi inkişaf etdirir? Çeviklik hərəki qabiliyyətini inkişaf etdirir. Aydındır, müəllimlər. Şahid müəllim, buradasan? Periferik sinir sistemi. Deməli, deyir ki, texniki elementlərdən ibarət sözü varsa, gedir çeviklik nədir? Hərəki olmalıdır, səbəbinin çox sözü. Hı olmalıdır. Hərəki qabiliyyətinə gedir. Bunu yadınızda saxlayın. Koordinasiya sözü latent söz olub, MİQ-in sualıdır. Həm də bax, MİQ-in sualı yazmışam ki, yəni 2025-in MİQ-ində sırf İminnovoy bu söz düşmüşdü orada. Yazmışdı ki, birləşmə, əlaqə, razılaşma, nizamlama, idarə etmək mənalarını hansı sözün mənası verir? Koordinasiya sözünün mənası verir. Biz bunu Şahid müəllim ona görə dedim ki, yadına gəlir bu söz. Biz bu sözü bəlkə də bir ay axtardıq onun içərisini, periferik sinir sistemi reaksiyanı hara verir,
periferik sinir sistemindən nə çıxır, periferik sinir sistemi, qulaq təsəvvür edin ki, qulaq səsi eşidəndən sonra ötürür beyinə, beyin oturur onurğa sütununa, onurğa sütununa ötürür periferik sinir sisteminə, periferik sinir sistemində ötürür əzələlərə. Biz bunu axtarırdıq. Bizim qabağımıza nə çıxdı? Bir dənə sözün mənası, birləşmə, əlaqə, razılaşma, nizamlama, idarə etmək mənalarını verir. Yəni, demək istədiyim sözünün canı var ki, dərinliyə girmiyor. Mig, dərinlik sevinir. Bax, bunu yadınızda saxlayın. Bu getdi, bu özü. Sonra, deyir ki, orqanizmin dəyişən şəraitinə müvafiq sərbəst olan hərəkətlərin əlaqələndirilməsi, birləşməsi, uyğunlaşdırılması, idarə edilməsi, tam hərəkət fəaliyyətlərinin formalaşdırılması, deməli, formalaşdırılması, hərəkə qabiliyyətlərin, yəni koordinasiya düşünülmüş hərəkətin uğurla həyata keçirilməsini yönəldilmiş bədənin əzələ fəaliyyətinin əlaqələndirilməsidir. Yəni, nə deməkdir bu? Yəni, o deməkdir ki, koordinasiya düşünülmüş hərəkətdir. Yəni, ağzına gələn, beynine gələn hər bir hərəkət eləmirsən. Koordinasiya düşünülmüşdür. Əvvəlcədən düşünülmüş mənasını verir. Koordinasiya, nizamlama, idarə etmək, uyğunluğu, uyğunlaşdırma fəaliyyətinin özündə göstərir ki, bu da burada mənasında var. Koordinasiya sözündə vermişəm bunu da. Koordinasiyanı müəllimlər, yadınızda saxlayın. 2 dənə növü var. 2 növü var. Bir, ümumi koordinasiyadır. Bir də xüsusi koordinasiyadır. Xüsusi koordinasiyadır. Yadınızda saxlayın. Ümumi koordinasiya nədir? Deyir ki, ümumi koordinasiyada insanın müxtəlif ümumi koordinasiyada müəllimlər deyir ki, insanın müxtəlif məzmunlu hərəki fəaliyyətinin optimal idarə etmək və icra etmək bacarığının ümumi koordinasiya deyilir. Ümumi koordinasiya deyilir. Yəni, ümumi koordinasiya nə deməkdir? Müxtəlif məzmunlu. Gəlin, məsələn, misala baxaq. Bax, misal da vermişəm burada. Deyir ki, futbolçu bir neçə komanda yoldaşına pas ötürərək oyunu qurursa, bu olur ümumi koordinasiya. Niyə görə ümumi koordinasiya olur? Çünki bir neçə komanda yoldaşına top ötürür. Məsələn, Niyazi müəllim, səs az bilənə. Bax, Niyazi müəllim, təsəvvür edin ki, mən buradayam. E hərfi qoyuram, yəni el. Düzdür? Mən sizə gəlmək istəyirəm. Düzdür? Sizə ona gəlmək istəyirəm. Gəlin buradan birini kimi götürürəm. Yox, bitirəm. Birinci sizə gəlmirəm. Bax, sizə gəlmək istəyirəm. Sizə gəlmək istəyirəm. Birinci gəlirəm kimə? Müslüm müəllimi götürürəm. Aysa, oradan hərrənib gəlirəm hara? Məsələn deyirəm, Şahid müəllimi götürürəm. Düzdür? Bəli. Mən oradan fırlanıb gəlirəm hara? Məsələn, Xəyal müəllimi götürürəm. Xəyal müəllimi götürürəm, hərrənib gəlirəm kimə? Niyazi müəllimi. Nə oldu bu? Ümumi oldu. Gördün neçə nəfər oldu? 4 nəfər. Ay sağ ol. Bu oldu ümumi. Buna ümumi deyə bilmirik. Ay sağ ol. Amma xüsusidə elmin bir dənə buradan çıxır, gəlir hara? Niyazi müəllimci. Xüsusi aydın oldu. Yəni bu qədər saat ödüləsi bir şey var. Futbolda da ona görə deyir ki, futbolda oyuncu bir neçə komanda yoldaşına pas ötürərək oyunun qurursa bu olur ümumi koordinasiya. Biz bilirik, çeviklik, futbol həm də nədir? Çevikliyi inkişaf etdirir də, düzdür? Aysa, bütün idman oyunları çeviklik hərəkət qabiliyyətini inkişaf etdirir. Bütün idman oyunları. Yalnız bir dənə su polosundan başqa. O da suda olan hərəkətə görə hərəkəti dözümlüyə aparır. Qalanları amma, məsələn, sən suda çevik ola bilmərsən də, bilirsən. Suyun içində bir sənə əks baskısı var ki, o səni neyinir? Qoymur sən, çevik olarsan, cəhd səni.
Aydın bu ki dözüm. Bir dənə oldu dözüm. Aha, sonra gəlin xüsusiyə baxaq. Deyir ki, xüsusi koordinasiya insanın eyni məzmunlu, eyni məzmunlu sözündən yadımdan çıxıb burada işarə qoymalıydım. Bax, müxtəlifə qoymuşam, eyni məzmunluya. Yəni, birinci bu işarə nədir? Müxtəlif eyni məzmunlu sözünə burada işarə qoymalıydı, yadımdan çıxıb o. Deyir ki, xüsusi koordinasiya insanın eyni məzmunlu hərəki fəaliyyətinin optimal və yüksək intensivlikdə icra etmək bacarığıdır. Eyni məzmunlu. Məsələn, misala bax, futbolda oyuncu topu öz qapısına, oyuncu topu özü aparıb qapıya vurursa, özü aparır qapıya vurur. Görsünüz, özü aparıb qapıya vurursa, bu olur nə? Xüsusi koordinasiya. Xüsusi koordinasiya. Bir sözlə, diqqət bir yerə yönəlirsə, bu olur xüsusi, yəni bir yerə yönəlir. Məsələn, bayaq dediyim kimi, diqqətimi bir dənə Niyazi müəllimə yönəltdim mən. Oldu nə? Bu oldu xüsusi. Amma bir neçə yerə yönəlirsə, bu olur nə? Bu olur ümumi koordinasiya olur. Aydındır müəllimlər? Sonra, bayaq burada dedim, yadımdan çıxdı. Çevrilik hərəki qabiliyyətini müəllimlər yadınızda saxlayır. 3 dənə komponenti var. Bayaq komponentləri sayacaqdım, nəsə sözcükləri qaldı. 3 dənə komponenti var, yadınızda saxlayır. Hərəkətin koordinasiyası, hərəkətin icra dəqiqliyi, hərəkətin icrasına sərf edilən vaxt. Aydındır? Hərəkətin birinci koordinasiyası. Hərəkətin koordinasiyası, hərəkətin icra dəqiqliyi, hərəkətin icrasına sərf edilən vaxt da bunun nəydi? Komponentlərinə aid olur. Aydındır müəllimlər? Bura qədər sual olan Niyazi müəllim, Müslüm müəllim, Səidə müəllimə, digər müəllimlər, Murad müəllim. Koordinasiyanın səviyyələrinə. Yadınıza saxlayın müəllimlər, koordinasiyanın 3 dənə səviyyəsi var. Koordinasiyanın 3 səviyyəsi var. Sinir, əzələ, hərəki. Yadınıza saxlayın bunu. Sinir koordinasiyası var, əzələ koordinasiyası var, bir də hərəki koordinasiya var. Hərəki koordinasiya. Gəlin görək, bunların açmasında bizə nə verir? Deyir ki, öz də müəllimlər yadınıza saxlayın ki, hər birinin də açar sözün içində yazmışam. Bax, bu rəngdə olanlar, səhrai rəngdə olanlar onun açar sözləri. Deyir ki, əzələ gərginliyi ilə əlaqədar hərəkətlərin idarə olunmasında sinir proseslərinin nizamlanması. Sinir nədir müəllimlər? Bir-birinə açardır, düzdür? Aydındır. Görürsünüz, bunların heç birisində başqa heç bir yerdə sinir yoxdur. Demək ki, siniri biz nə götürə bilərik? Açar olaraq götürə bilərik. Aydındır. Deyir ki, əzələ gərginliyi ilə əlaqədar hərəkətlərin idarə olunmasında sinir proseslərinin nizamlanması sinir koordinasiyasıdır. Məsələn, mən deyəcəm ki, Niyazi müəllimə məsələn deyəm. Əzələ gərginliyi ilə əlaqədar hərəkətlərin idarə olunması sinir proseslərinin nizamlanması koordinasiyanın hansı səviyyəsinə aiddir? Niyazi müəllim deyəcək ki, məsələn, sinir koordinasiyasına aiddir. Çünki niyə görə? Sinir proseslərinin nizamlanması mən orada vurğulamışam ki. Niyazi müəllim əgər dərsi oxuyubsa, avtomatik tutacaq ki, bu nədir? Sinir koordinasiyasıdır. Aydındır müəllimlər. Sonra əzələ koordinasiyasına baxaq. Deyir ki, əzələ gərginliyinin nizamlanması, görürsünüz, əzələ koordinasiyasında içində nə var? Əzələ sözü verilir. Aydındır? Əzələ sözü verilir. Ona görə də neynəməlisən? Əzələ sözündən tutmalısan ki, bu əzələ koordinasiyasıdır. Əzələ gərginliyinin nizamlanması, bədənin digər hissələrinə ötürülməsi əzələ koordinasiyasıdır, müəllimdir. Sonra hərəki koordinasiya baxaq. Deyir ki, zaman və məkanda bədənin hərəki fəaliyyətinin nizamlanması, hərəki fəaliyyəti nədir? Hərəki koordinasiyadır. Çətinlik var, Niyazi müəllim? Xeyr müəllim, xeyr. Başa düşürəm mən. Qəşəng. Yəni, hər birinin açar sözü içindədir.
Bunu yadınızda saxlayın. Sonra, hərəkətin koordinasiya çətinliyi bir də hərəkətin koordinasiyasının keyfiyyəti olmaqla koordinasiya iki yerə neyir? Bölünür. Yəni, biri çətinlikdir, biri də keyfiyyətdir. Sonra, deyir ki, hərəkətin koordinasiya çətinliyi nə demək? Baxın, vaxt hissiyatı, məkan hissi, əzələ hissindən asılı olub, hərəkətin vaxt, məkan və dinamik parametrlərinin tənzimlənməsi bacarığı ilə müəyyənləşdirilir. Bu nə deməkdir? Yəni, bu o deməkdir ki, müəllimlər, bu o deməkdir ki, hərəkətin koordinasiya çətinliyidir. Məsələn, Niyazi müəllim, səs bir nəzərinə qoyunuz. Bəli. Niyazi müəllim, məsələn deyirəm, getmişsən imtihana. Məsələn, MİQ-ə getmişsən. MİQ imtihanı, düzdür? Bəli. Sənə vaxt verilir də orada. Düzdür? 2 saat, 2,5 saat, 2 saat yarım. Vaxt verilir deyirsən. Məkan hissi. Haradır? Müəllimlərin işə qəbulu imtihanı. Haradasansın? MİQ-dəsən, müəllimlərin işə qəbulu, dövlət imtihan mərkəzindəsən. Düzdür? Məkan hissi. Məsələn, biri var, mənim testlərimi işləyəsən. Biri də var ki, dövlət imtihan mərkəzinin tərtib elədiyi testi işləyəsən. Düzdür? Məkan hissi var, görsən haradasan? İmtihandasan. Əzələ hissi. Əzələ hissi, indi bir dənə misal çəkəcəm buna aid. Əzələ hissi. Məsələn, əzələ hissinin yerinə qoyaq sənin biliyin. Məsələn, bildiyin nə var? Baxırsan ki, əzələ hissi, özün hiss edirsən ki, suallar çətindir. Düzdür? Ay, sağ ol. Bu səndə nədir? Bu səndə yadında saxla olacaq koordinasiyanın çətinliyi. Çünki sən haradasan? Çətinlikdəsən. Sən hər şeyi nəzərə almalısan. Vaxt hissiyatını görürsən ki, ay Allah, vaxt gedir, amma mən hələ heç sən yazmamışam. Səni bir neyinir? Sıxma boğmaya salır da ki, ay Allah, vaxt gedir, ay Allah, mən gör hardayam, məktəbdə imtihan götürürəm. Bu mənim həyatımı, belə deyək də, bir rol oynayan bir imtihandır. Düzdür? Ay sağ ol. Bu sənin üçün nə olur? Bu sənin üçün çətinlikdir. Bu sənin üçün çətinlikdir, yadında saxlayın. Məsələn deyirəm, gimnastikadan gedək. Gimnastikadan bir dənə bunun üstündən açıqlama verim. Deyir ki, vaxt hissiyatı. Bax, gimnastikada dəstəli atın üstündə, dəstəli at nədir? Gimnastika tirinin üzərində hərəkətlərə, qadın idman gimnastikasında hərəkətlərə 90 saniyə vaxt verilir. 90 saniyə. Vaxt hissiyatı var burada. Vaxt yerində sən geri sayır. Məkan hissi. Haradasan? İdman arenadasan. Bəli. Məkan hissi də səni boğur da. Biri var, sən öz evində rahat olursan, yoxsa qonaq gedəndə rahat olursan. Təbii ki, öz evində. Öz evində, bəli. Əzələ hissi. İdmançının əzələsi hiss eləməlidir yorğunluğu. Və yaxud da ki, əzələ hiss eləməlidir vaxtın getməyi, məkanın hissi. Bunların üçü də nədir? Üçü də bir araya gələndə sən nə olursan? Hərəkətin koordinasiyasının çətinliyindəsən. Başa düşdün? Koordinasiyanın çətinliyindəsən. Yox əgər. Yox, bax, yadınızda saxlayın. Bu üçü bir yerdə olanda vaxt hissiyatı, məkan hissi, əzələ hissi. Məsələn, mən testlərdə bunun ikisini çıxardacam. Yalnız əzələ hissi qoyacam. Sən bilməlisən ki, çətinlikdəsən. Və yaxud da ki, nə qoyacam? Bir dənə qoyacam, məsələn, məkan hissin. Və yaxud da ki, məkan hissində çıxardıq vaxt hissiyatı qoyacam. Ki, bu hərəkətin koordinasiyasının çətinliyidir, yoxsa keyfiyyətidir. Gəlin, sizə keyfiyyəti izah edeyim. Bildiniz ki, bunun üçü bir yerdə oldu. Və yaxud da ki, bu üçündən biri oldu. Və yaxud da ki, bu üçündən ikisi oldu. Bu olur nə? Bu olur çətinlik. Bu olur çətinlik. Gəlin indi hərəkətin koordinasiyasının keyfiyyətinə baxaq.
Keyfiyyətinə bax. Deyir ki, əlavə əzələ gərginliyi olmadan, əlavə əzələ gərginliyi nədir? Əlavə əzələ gərginliyi, yəni hərəkəti sən özün yerinə yetirməlisən. Heç bir gərginliyi falan olmamalıdır. Deyir ki, əlavə əzələ gərginliyi olmadan hərəkətin icrası və ya bədənin hər hansı vəziyyətinin saxlanılması həm dinamikdir, həm statik müvazinətdir. Bacarığından asılıdır. Yəni, müvazinət də iki cür olur, müəllimlər. Biri olur dinamik, biri də olur statik. İndi onu da izah edəcəm. Bir də onu deyim ki, hərəkətin koordinasiya çətinliyində hərəkətlər nə olur? Dinamik olur, dinamik. Amma keyfiyyətdə həm dinamik ola bilir, həm də statik ola bilir müvazinət. İki cür müvazinətimiz var. Biri statik müvazinətdir, biri də dinamik müvazinətdir, müəllimlər. Aydındır? Aydındır, müəllimlər. Bura qədər kimin sualı var? Əzələ gərginliyi olmadan yerinə yetirilən, əlavə əzələ gərginliyi olmadan yerinə yetirilən dinamik və statik müvazinət olur. Hərəkətin koordinasiyasının keyfiyyəti, vaxt hissiyatı, məkan hissi, əzələ hissindən asılı olan hərəkətlər, həm də dinamik hərəkətlər. Yalnız dinamikə aiddir bu. Dinamik hərəkətlər olur hərəkətin koordinasiya çətinliyi. Aydındır, müəllimlər. Sonra deyir ki, müvazinət iki cür olur. Bunu da bilirsiniz. Biri statik müvazinətdir, biri də dinamik müvazinətdir. Yəni, statik nədir? Yerində hərəkəti, yerində müvazinətin saxlayıbsa olur statik, hərəkətdədirsə olur nə? Olur dinamikdir. Yəni, dinamikə yazmışam, bax, kəndirbaz. O, Noruz bayramında, müəllimlər, yadda gəlir də, hər hansısa bir, iki dənə belə bir şey çəkilir. Bax, bir də saniyə. Baxın, belə bir ip çəkilir, kəndirbazın əlində uzun bir dənə, bilməm, qarığıdır, nədirsə, müvazinətini saxlayır, o kəndirin üstündə hərəkət edir. Düzdür? Tarazlığını saxlayır da. Aysa o. Müslüm müəllim heç uşaq vaxtı və nə uşaq nə indi fərqi yoxdur. Hər hansısa bir, görürsən, kollektorin o üzündən o üzündən keçmək üçün nazik bir dənə turbadır. O turbanın üstündə niyə gedəndə əli açıb gedirsən? Elə əlini cibə qoy getdə. Mənim. Yadınıza düşdü? Bəli. Görsən, orada heç kim əlin cibinə qoyub gedə bilmir. Niyə görə? Çünki tarazlığını saxlaya bilmir, müvazinətini saxlaya bilmir. Bax, həmin o kəndir söhbəti də budur. Statik müvazinətdə müəllimlər o bədənin əyilmə qabiliyyətində izah eləmişdim. Statik və dinamik. Hərəkətdədirsə olurdu dinamik, hərəkət yoxdursa 6-10 saniyədir də, düzdür? Bu nə yazmadım? 6-10 saniyə saxlayanda da olur nə? Olurdu statik. Düzdür? Amma burada 6-10 saniyə yoxdur. Nə də burada tam hərəkətsiz bir vəziyyət yoxdur. Tam hərəkətsiz bir vəziyyət yoxdur. Məsələn, bircə saniyə. Bax, qaranquş duruşu çevikliyə aiddir, düzdür? Leylək duruşu, xoruzvari duruş. Sizcə müəllimlər, bu dinamikdir yoxsa statikdir? Statik. Aysa o statikdir. Amma bu tərpənmiş vəziyyətdə statikdir, ha. Çünki sən bu formada bədənin dayanmış vəziyyətdə dayansın, yıxılıb aşa bilərsən də, düzdür? Bir ayağın üstündə durmuşsa, bu boyda bədəni saxlaya bilmərsən. Aydındır? Sən bunu saxlaya bilmərsən. Ona görə də
Bu hərəkət var. Az da olsa hərəkət var. Yəni tərpənmə var burada müəllimlər. Başa düşdünüz? Aha. Sonra deyir ki, statik müvazinət bədənin hər hansısa bir vəziyyətinin uzun müddət saxlanılması ilə əlaqədar meydana çıxır. Yəni, hərəkəti uzun müddət saxlayırsansa, olur statik. Bu vəziyyətdə, bu formada, yəni, hərəkətin çətinləşdirilməsi və şagirdin psikofunksional, yəni, müəllimlər, yadınızda saxlayın, psikofunksional sözü varsa, bilin ki, nədir? Bu statikdir. Statikə gedir. Psikofunksional vəziyyətinin dəyişməsi. Yalnız insanda nəyin dəyişməsi var? Psikofunksional inkişaf. Yəni, psikofunksiyasının dəyişdirilməsi, yəni hərəkətin dəyişdirilməməsindən gedir söhbət. Yalnız burada psikofunksiyonal vəziyyətin dəyişməsi. Məsələn, hərəkətin mütəhərrik dayaqda və yaxud da ki, mütəhərrik dayaqda və ya gözü bağlı icrası. Gözü bağlı icrası. Yəni, gözü bağlı hərəkəti icrası olur nə? Psikofunksiyonal hərəkət, o da adlanır statik müvazinət. Aydındır? Dinamik müvazinətə baxaq. Deyir ki, müvazinət daim dəyişən şəraitdə insanın yer dəyişməsi, istiqamətinin, məsələn, yerişdən qaçışın saxlanılması zamanı təzahür etdirilir. Yəni, hərəkət var burada. Dinamik olan nədir? Hərəkətdə olandır. Statik isə vəziyyətin saxlanılması adlanır. Aydındır, müəllimlər buradır. Gedək indi nəyə? Deyir ki, koordinasiya bacarığı şagirdlərdə gövdə və ya ətrafın fəzada yer dəyişməsi, vəziyyətinin nəzarətinin həyata keçirilməsi ilə formalaşdırır. Şagirdlərdə fəza hissi 7-12 yaş təşkil edir, müəllimlər, yadınıza saxlayın. Fəza hissi şagirdlərdə 7-13-dür. Aydındır? Yaşı, çevikliyin yaş dövrü neçə idi? Qızlara görə olurdu 7-13, oğlanlara görə də 9-13 olurdu. Hər ikisi, yenə deyirəm, 13-dür, qızlarda 7-dir, oğlanlarda da 9-13-dür. Fəza hissi isə 7-12 yaş təşkil edir. Sonra, gedək müəllimlər, indi koordinasiya 3 mərhələdə inkişaf etdirilir. Koordinasiya 3 mərhələdə inkişaf etdirilir. Birinci mərhələdə sadə hərəkətlərin köməyindən başlayırsan. Sadə hərəkətlərin köməyindən başlayırsan. Yəni, şagirdi birinci dəfə koordinasiyanı inkişaf etdirmək istəyəndə neyirsə, deyir ki, uşaqlarda öz bədəninin fəzada yerləşmə vəziyyətinin qiymətləndirmək bacarığının inkişaf etdirir. Məsələn, qolun, gövdənin 45-90 dərəcə əymək, saxlamaq. Şagirdi neyirsə, koordinasiyasının birinci səviyyəsində, birinci mərhələsində 45 dərəcə və yaxud da ki, 90 dərəcə qolun əyib, büküb saxlamasını öyrədirsən. Birinci sadədən başlayırsan. Düzdür? Niyə görə şagirdlərə birinci, 4-cü sinifdən 5-ci sinifə gələndə biz dərs deyirik də, düzdür? 5-ci sinifdə niyə görə birinci yerində addımlamağı öyrətmirsən, ondan sonra nə bilim, tam geriyə dönməyi öyrətmirsən, birinci deyirsən ki, sağa, düzülüşü öyrədirsən, sonra yarım sağa dönməyi öyrədirsən, sonra tam sağa dönməyi öyrədirsən. Birinci sadədən başlayırsınız, düzdür? Hamının başına gələn bir misal çəkdim. Hamı birinci sadədən başlayır, düzülməyi, ondan sonra nə bilim, düzülüşü öyrədirsən. Sonra ikinci mərhələdə isə
deyir ki, hərəkətin icrası bir xeyli çətinləşdirilmiş, bir xeyli, yəni sadədən biraz da bir xeyli çətinləşdirirsən. Burada məsələn, düz xətli hərəkət zamanı əvvəlcədəndən müəyyən olunmuş yerdə dayanaraq dönmə, fırlanma icra edilir. Yəni, yerdə düz xət çəkirik. Bax, yerdə düz xət çəkirik. Baxın, bu formada. Şagirdə göstərirsən ki, əvvəlcədəndən eləyir. Deyir ki, düz xət hərəkət zamanı əvvəlcədəndən müəyyən olunmuş yerdə dayanaraq. Əvvəlcədən. Məsələn, deyirsən ki, buradan 5 metr hərəkət eləyəndən sonra 5 metr. 5 metr. Məsələn, deyirəm, gəldi, düşdü bura. Düzdür? Əvvəlcədəndən müəyyən elədiyin yerdə dönmə, fırlanma icra edir. Məsələn, şagird də gəlir, bunun üstü ilə gəlir, bura çatanda başlayır neynəməyə? Dönməyə, amma xətdən çıxmasın və koordinasiyasını itirməməlidir. Sağa dönür, sola dönür, geriyə dönür, yerində fırlanır. Başa düşdünüz? Bu biraz görsən, o sadədən biraz xeyli çətindir. Sonra, onu sildim, ona ehtiyacımız yox. Sonra, deyir ki, 3-cü mərhələdə, keçdi 3-cü mərhələyə. 3-cü mərhələdə hərəkət, hər hansı hərəki fəaliyyətin icrası zamanı gözləri bağlayaraq, bayaq sadədə və birincidə və ikincidə, yəni sadə ilə sadədən xeyli çətində gözləri açıq yerinə yetirirdim, düzdür? İndi 3-cü mərhələsində isə hər hansı hərəki fəaliyyətin icrası zamanı gözləri bağlayırsan, gözlər bağlı. Bu şəraitdə şagird bədəninin müəyyən vəziyyətini almalı, yaxud da ki, əsas deməli və yaxud da ki, səsə görə yerini müəyyən etməlidir. Səsə görə müəyyən etməlidir. Məsələn, 3-cü mərhələdə nə deyir? Deyir ki, şagirdi koordinasiyanın 3-cü ən ağır mərhələsində inkişaf etdirmək üçün birinci neyiniyirsən? Birinci, onu sadədən başlayırsan, ikinci, ondan biraz xeyli çətin, 3-cü ən çətinidir. Yəni, burada gözlər bağlı vəziyyətdə şagirdi səslə neyiniyirsən? Koordinasiyasını inkişaf etdirirsən. Heç müəllimlər, qarşınıza çıxıb basketbol topun səbətə gözü bağlı atan şagird və yaxud da ki, idmançı kimin qabağına çıxıb? Deməmi məktəbi üzrə, ümumiyyətcə deyirəm. Telefonda falan görsün, gözü baxmır, üzüm mənə tərəf çevirir, arxası səbətə doğurdu, topu səbətə atıramır. Bunda nədir? Bunda nə yaxşı inkişaf eləyib? Koordinasiya bunda yaxşı inkişaf eləyib. Aydındır? Futbolda da var oradan, eğlence iddialısı. Sağ ol. Bu nədir? Koordinasiya deməli bunda yaxşı inkişaf edilir. Aha. Sonra gedək nəyə? Deməli, deyir ki, çevikliyin inkişafı üçün dəstə istifadə olunan vasitələr bir neçə qruplara bölünür. Bunlardan idman oyunlarının növləri basketboldur, voleyboldur, futboldur, badmintondur. İdman oyunlarının növlərindən, elementlərindən ibarət estafetlərdir. İcra koordinasiya müvazinətinin təzahürü şəraitlərində xüsusi hərəkətlər kompleksi və yaxud da ki, akrobatik, yaxın məsafəli maniyələri olan icra hərəki fəaliyyətinin tez və yenidən qurulması, təzahürü, çox mərhələli estafetlər. Bunlar hamısı çevikliyi. Baxın, burada nə oxudum mən? Yaxın məsafəli maniyələr olan. Biri var müəllimlər, maniyələrlə qaçış. O maniyələrlə qaçış dözümlüyə aiddir. Maniyələrlə qaçış dözümlüyə aiddir. Maniyələrin arasındakı məsafə 78 metr. Şahid buradadır ya. Şahid buradasan sən. Yox dedim. Mən bilən 78 metr olmalıdır. Maniyələr arasındakı məsafə 78 metr təşkil edir. 78 metr təşkil edir. Məsələn, bu maniyə sulu maniyədir. Bax, su yazıram, sulu maniyədir.
Bu mani ilə bu maniyenin arasındakı məsafə, bu da quru mani. 78 metrdir. 78 metr. Bu dözümlüyü inkişaf etdirir. Maniyelərlə qaçışın məsafəsinin uzunluğu 3000 metrdir. Yəni bu 3000 metr heç vaxt nə ola bilməz? Çeviklik ola bilməz. Amma məsələn qısa mərhələ, qısa bir məsafədə maniyə qoyulur. Qısa məsafə nədir? 2 və yaxud da ki 3 metrdə. Maniyənin biri buradadır. 3 metrdən sonra biri də buradadır. Yəni sən çevik olmalısan ki, bunun üstündən ayağını bura qoyub, buradan da neyniyəsən? Hərəkət eləyəsən. Bu olur çeviklik. Yəni, sual düşəndə həmişə sualın mahiyyətinə baxın, görün sizə nəyi soruşur. Yəni, maniyələrlə qaçışı sizə 2 cür verə bilər. Biri var, verə bilər ki, bax, yaxın məsafədə maniyələr olan. Yaxın məsafə verirsə, bu bilin, çeviklikdir. Uzaq məsafələrdirsə, yəni dözümlüyü inkişaf etdirənə gedirsə söhbət, bilin ki, dözümlük hərəki qabiliyyətini inkişaf etdirir. Aydındır? Deyir ki, hörmətli müəllimlər, dərsdə şagirdlərin öz çeviklik qabiliyyətini yoxlaya bilmələri üçün aşağıdakı məşq qaçışı normativlərini verilmişdir. Bu qızlara görə və oğlanlara görə dəyişir, bunu da bilin. Qızlara və oğlanlara görə dəyişir. Qızlarda başlayır kafi, yaxşı, əla, yəni 3, 4, 5-dən gedir. Təbii ki, həm də bu oğlanlara aiddir. Qızlarda başlayır, deməli, məşq qaçışıda müəllimlər, baxın, bu formada yerinə yetirir. 10 metr məsafə verilirsə, bax, bu maniyədən, bu, deməli, maniyə qədər olan məsafənin uzunluğu 10 metr təşkil edir. Və bu 10 metrdə şagird neynəməlidir? 3 dəfə gedib, maniyə dəyib qayıtmalıdır. 3 dəfə gedib, maniyə dəyib qayıtmalıdır. Və bu maniyə gedib dəyib qayıtma vaxtı ən yaxşı vəziyyəti qızlar üçün 10 saniyədən 10,2 saniyədir. Görürsünüz, kiçikdir işarəsi qoyulub. Niyə görə? Yəni, ən maksimumu 10,2 saniyədir. 10,2 saniyədən aşağı yerinə yetirilənlər əladır, ən yaxşısıdır. 10,9 və yaxud da ki 10,3-ə qaçıbsa bu yaxşıdır. Kafisi odur ki 11,9 və yaxud da ki 11-ə qaçıbsa bu da nə olacaq? Bu da olacaq kafi. Oğlanlarda da həmçinin. Oğlanlarda ən yaxşısı 10 saniyə, 10 saniyədən aşağıdır. Kafisi 11,3-dən 10,7-yədir. Bunları əzbərləməyəcə ehtiyac yoxdur. Prosta məlumat üçün verirəm. Yəni, bunlarla işi yoxdur. Deməli, yaxşısı isə 10,6-dan 10,1-ə qədər yerinə yetirilir. Aydın deməlidir. Sonra, baxın müəllimlər, toplarla hərəkət. Baxın, topu burada neyini? Bir-birinə atılması, çevikliyi inkişaf etdirir. Topu əldən elə bir-birinə ötürülməsi, çevikliyi inkişaf etdirir. Baxın, topu irəliyə atıb, özü də qaçıb topu irəlidə tutur. Nədir? Çevikliyi inkişaf etdirən hərəkətlərdir. Aydındır, müəllimlər? Sonra gedək topun bir əllə və yaxud da ki əldən ələ silənməsi, çevikliyi inkişaf etdirir. Topu 2 əl ilə sinə qarşısından atılması çeviklikdir. Top bir əldə və əldən ələ silənməsi. Əldən ələ, bir dəfə sağ əlindən, bir dəfə sol əlindən. Yəni yerə dəyib qayıtmalı. Sonra topun bir əllə çiyindən atılması çeviklikdir. Və məsələn, topu 2 əl ilə baş arxasından atılması çeviklikdir. Sonra topu bir əllə yerindən səbətə atılması çevikliyi inkişaf etdirir. Bunlar hamısı nədir? Çeviklikdir. Doldurulmuş topun
yuxarıya atmaq, yarım oturuşdan tutmaq. Yəni sən topu atırsan və neyinirsən? Oturmaqla, yarım oturuşdan oturmaqla topu tutmalısan. Bu nədir? Sən çevik olmalısan ki, bu hərəkətləri yerinə yetirə bilərsən də. Çevik olmasan necə yerinə yetirə bilərsən? Sonra topun sinədən yuxarıya atmaq, oturmaq, qalxaraq onu tutmaq. Yəni topu sinədən yuxarıya atırsan, oturub durub tutmalısan. Yəni səndə bu çeviklik olmalıdır ki, sən onu tez yerinə yetirə biləsən. İki ayağın təkanı ilə tullanmaqla topun atılıb tutulması. Bu da nədir? Bu da çevikliyi inkişaf etdirir. Və təbii ki, buradakı bütün yazılanlar hamısı çevikliyi inkişaf etdirənlərdir. Yadınıza sağ. Aha. Deməli. Bir də bəli, yadınıza saxlayacağınız məqam burada. Bax, budur. Çevikliyin deməli, dəqiq icranın 5 dənə komponenti var. Dəqiq icranın 5 komponenti var. Gəlin görək bunlar hansıdır. Asandır, narahat olun. Birinci gəlir ölçmə dəqiqliyi. Ölçmə dəqiqliyi. Baxın, birinci ölçmə dəqiqliyidir. İkinci fərqləndirmədir. Üçüncü hədəf dəqiqliyidir. Dördüncü verilmiş statik vəziyyətin qorunması dəqiqliyidir. Beşinci müxtəlif növ siqnallara dəqiq cavab vermək bacarıqdır. Gəlin bunu sizə bir-bir açıqlaması ilə və tam dolu bir şəkildə izahını verim. Baxın, ölçmə dəqiqliyi nədir? Basketbol topunun təxmini atmaq. Təxmini ölçürsən də ki, bir saniyə burada şəkil vardı, onu göstərəm. Bax, basketbol topunun təxmini hədəfə atırsan. Təxmini hədəfə atırsan. Neyinirsən? Hədəfə atanda təxmini atırsan. Məsələn, sən burada 3 cür atış var. Biri 70%'dir. Biri 70%'dir. Biri 50 dərəcədir. 100% neydi? Dərəcə daha doğrusu. Biri də 30 dərəcədir. Yəni sən 30 dərəcədə atsan səhv olacaq. 50 dərəcədə atsan səhv olacaq. Sən fikirləşirsən ki, 70 dərəcədə atsan bu düz olar. Bu hədəf dəqiqliyinə aid da. Amma sadəcə burada sizə nəyi bildirmək istəyirəm? Təxmini atışdan gedir söhbət. Yəni gözün qabağına gətirirəm ki, nəyi demək istəyirəm sizə? Başa düşdünüz? Aha. Sonra basketbol topunun təxmini atması, səbətə atması ölçmə dəqiqliyinə aiddir. Fərqləndirmə dəqiqliyi, şəraitə görə fərqləndirmə dəqiqliyi. Yəni, olduğun mühitdən asılı olaraq hərəkəti icra edirsən, fərqləndirirsən. Məsələn, səbət buradadır, düzdür? Səbət buradadır. Fərqləndirmə nədir? Şəraitə görə. Deyirsən ki, buradan topu atsam, görəsən yaxşı düşər, yoxsa gəlib topu buradan atsam daha yaxşı olur. Və yaxud da ki, topu buradan atsam, şəraitinə görə neyinirsən? Fərqləndirirsən. Sonra, hədəf dəqiqliyi. Basketbol topunun dəqiq atmaq, artıq neyinirsən? Dəqiq formada atırsan və hədəfin dəqiqliyini tam başa düşürsən. Belə deyim də sənə. Belə deyim sizə, basketbol topunun dəqiq atmaq, yəni bu təkmilləşdirilmiş formasıdır ki, sən sərbəst, belə deyim, sərbəst ata bilirsən topu. Başa düşdünüz müəllimlər? Topu sərbəst ata bilirsənsə, bu olur nə? Bu olur hədəf dəqiqliyi. Hədəf dəqiqliyi olur. Verilmiş statik vəziyyətin qorunması dəqiqliyi, yəni öz mövqeyini seçməsi, topun hardan atsan daha dəqiq səbətə düşər, Bu nədir? Bu səndə verilmiş statik vəziyyətin qorunması dəqiqliyidir. 5-ci, müxtəlif növ siqnallara dəqiq cavab vermə bacarıqlıdır. Məsələn, göz-qaş reaksiyasından gedir burada söhbət. Göz-qaş reaksiyası müxtəlif növ siqnallara dəqiq cavab verməkdir. Məsələn, Niyazi müəllim, biz futbol oynayırıq, düzdür? Bəli.
Müəllim, top qapıya vurulmalıdır. Futbolda məqsəd nədir? Topun rəqib qapısından keçirilməsi, vurulmasıdır. Top Niyazi müəllimdədir. Niyazi müəllimdə bax buradadır. Mən də buradayam. Baxın, Niyazi müəllim mənə göz qaş eləyir ki, sən get bura. Topu verəcəm, buradan vurarsan. Mən də onu dəqiq başa düşürəmsə, neyniyəcəm? Avtomatik qaçıb duracam burada, düzdür? Yox, əgər Niyazi müəllimin verdiyi göz qaş işarəsini mən başa düşmədimsə, elə duracam yerində ağzıma sızarım göyə. Düzdür Niyazi müəllim? Bəli, müəllim, bəli. Olur elə. Görürsünüz? Futbolda görürsünüz elə özümüzdə uşaqlar oynayan göz qaş. Bəli. Göz qaş deyir, get qabağa topu verəcəm, vurasın. Bax, müxtəlif müstəqillərə dəqiq cavab verməkdir. Odur. Aha. Sonra deyir ki, bir də vardır, yadınıza saxlayın, insanın hiss intusiyasının əsasında ölçmə dəqiqliyi və görməkdir. Yadınıza saxlayın. Ölçmə dəqiqliyi də bayaq buradakı şəkildə olduğu kimi hədəf dəqiqliyi də iki yerə bölünür. Bir, ölçmə dəqiqliyidir. Bir də şəraitə görə fərqləndirmədir. Aydındır. Hədəf dəqiqliyi özü iki yerə bölünür. Bir, ölçmədir. Bir də şəraitə görə nədir? Bir də şəraitə görə fərqləndirmə adlanır. Aydındır, mənimlə bölünür. Sonra, əlaqəli olduğu hərəki qabiliyyətlər. Əlaqəli olduğu hərəki qabiliyyətlər çox asandır. Bir dənə yadınızda saxlayın ki, birinci yarımillik. Birinci yarımillikdə nədir? Sürətdir, sürət gücdür, əyilgənlikdir. Funksional sistemi, mərkəzi sinir sistemi, əzələ sistemi. Vəssalam, budur. Funksional sistemi də mərkəzi sinir sistemi, əzələ sistemi olaraq dəyişir. Metodlarda oyun, yarış, fasiləli, dəyişkən təkrar olur. Buna qədər sual ola mənimdir. Sonra indi qiymətləndirməsini də izah edəcəm. Buna qədər sual olan var. Bunun sizə gəlin bunun sizə çeviklik hərəki qabiliyyətinin KSG-sin, BSG-sin və diagnostik qiymətləndirməsini izah edeyim. Birinci gəlin sizə böyük summativ qiymətləndirmə ilə diagnostik qiymətləndirmə haqqında məlumat verim. Sonra keçək kiçik summativ qiymətləndirməsinə. Deməli, müəllimlər, böyük summativ qiymətləndirmə digər hərəki qabiliyyətlərdə olduğu kimi 4, 9, 11-ci siniflərdə keçirilir. Bunu bilirsiniz. Böyük summativ qiymətləndirmə ilə diagnostik qiymətləndirmənin heç bir fərqi yoxdur. Hər ikisində 3x10 məşq qaçışıdır. O məşq qaçışında bayaq sizə göstərdim hansı idi. 10 metr məsafə var idi, balaca iki dənə halqa arasında 10 metr. Bax, odur, qızlara və oğlanlara görə də saniyəsi dəyişir da normativi. Bax, odur. 3 vur-10 məşq qaçışı həm BSG-sində, həm də diagnostik qiymətləndirməsində istifadə olunur. Bunu yadınıza saxlayın. Ümumiyyətlə, bütün hərəki qabiliyyətlərdə BSG ilə diagnostik qiymətləndirməsi demək olar ki, 90% eynidir. Bir dənə harada fərqlidir, bir dənə dözümlükdə fərqlidir. Onu da izah eləyəcəm o biri dərsimizdə. Deməli, müəllimlər, yadınıza saxlayın. Çeviklik hərəki qabiliyyətində kiçik summativ qiymətləndirmə siniflər üzrə 2 yerə bölünür, 2 qrupa bölünür. 5-ci və 6-cı siniflər. 5-ci və 6-cı siniflər 1-dir. 5-ci, 6-cı siniflərdə görək bizə nə verir? Handbol, futbol topunun qapıya vurulması. Handbol topunun və futbol topunun qapıya vurulması. Basketbol topunun səbətə atılmasıdır. Bu 5-ci siniflərdən 6-cı siniflərə aiddir, müəllimlər. 7, 8, 9, 10, 11-ci siniflərdə isə yenə handbol topu, futbol topu. Bunların ikisinin qapıya vurulmasıdır. 5 ilə 6-da olduğu kimi.
basketbol topunun səbətə atılmasıdır. Yenə bu da harda var idi? 5-lə 6-da var idi. Burada bir dənə əlavə olunan voleybol topunun oyuna daxil edilməsidir, müəllimlər. Bir dənə voleybol topunun oyuna daxil edilməsi fərqlidir. Başa düşdünüz? Handbol, futbol topunun qapıya vurulması, basketbol topunun səbətə atılması, bu 5-ci, 6-cı siniflərə aiddir. Handbol topunun, futbol topunun qapıya vurulması, basketbol topunun səbətə atılması, bir də voleybol topunun oyuna daxil edilməsi. Bunlar da nəyə aiddir? Bunlar da aiddir 7-ci sinif daxil olmaqla 11-ci sinifə qədər. Bu da sizin üçün kiçik summativ qiymətləndirmə çevikliyin oldu və böyük summativlə də diaqnostik qiymətləndirməni sizə izah etdim. İndi mənə sualı, dərsdən sualı və yaxud da ki, hər hansısa bir təklifi, şikayəti olan buyursun.